Sərçə Allahdan küsmüşdü. Günlər keçirdi, amma sərçə heç bir şey söyləmirdi. İçinə qapanmış, dərin bir hüznə boğulmuşdu. Allah Taala sərçəyə səsləndi. Söylə mənə, canını sıxan və qəlbini hüznə boğan dərdin nədir sənin? Artıq Rəbbinə heç bir şey demir və onunla danışmırdı. Mələklər maraqla Allahdan sərçəni soruşur və hər dəfə də Allah mələklərə o gələcək deyə cavab verirdi. Çünki onun səsini eşidən yeganə qulaq mənəm və onun kiçik qəlbindəki dərdini anlayan da təkcə mənəm, deyirdi. Bir müddətdən sonra sərçə, qəlbi hüzn, gözü yaşla dolu bir halda bir ağacın budağına qondu. Heç bir şey söyləmirdi, ancaq səssiz-səssiz gözləyirdi. Allah sərçəyə səsləndi. Söylə mənə, canını sıxan və qəlbini hüznə boğan dərdin nədir sənin? Mələklər sərçə nə söyləyəcək deyə ona baxırdı. Sərçə məhzun, biraz da sitəmli səs tonu ilə dedi, kiçik bir yuvam vardı. Yorulanda dincəldiyim, üşüdükdə sığındığım bir yuvam. Heç kəsi narahat etmirdim. Bu nəhəng dünyada balaca bir yer idi. Kimsənin yerini dar etmirdi. Sən onu da mənə çox gördün. Nə idi o vaxtsız fırtına,